Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Albalı Vişnovka adlanan ərazidə tam Nihat Marketin yaxınlığında yola və marşruta yaxın təcili 7 sot torpaq sahəsinin üzərində belə bir iki mərtəbə həyət evimiz çıxıb satışa. Aşağıda 4 otaq bir mətbəxdən ibarətdir. Həqiqətən də tərifə ehtiyac yoxdur. Həm yeri yaxşıdır, qapısına qədər asfaltdır. Gözəl bir yerdir. Məhəlləsi də gözəldir. İnşallah ətin təqdimatını edək, sonra evin içərisinin təqdimatını edəcəksiniz. Yuxarıda da böyük bir masa salacaq olar. Mansatda balaca bir ünvanlı işlər görüləsidir. İnşallah əti təqdim edək, sonra evin içərisini sizlərə təqdim edək. Giriş hissəsini də göstərəcək sizə. Evi tam şəkildə göstərin və monolit betondur və qabağına bax, burada açıq eyvanı var. Gələcəkdə kim almaq istəsə, kiməsə alsa, balyaska da vura bilər, ya mərcənlə də vura bilər. Giriş hissəsini bir dənə göstərək, zəhmət olmasa izləyicilərimizə. Giriş hissəsini göstəririk sizlərə və keçək həyət hissəsini də göstəririk. Burada bax, qarajı nəzərdə tutub. Əslində yəni, bu sökülsə daha da gözəl ola bilər, yəni açıla bilər bura. Və bax, bu tərəfini, bu hissəsini göstərirkən bura zəhmət olmasa. Və kommunallar da var, yaşayışlıdır. Ev hardasa bir 300 kvadrata yaxın olar. Buradan göstərin izləyicilərimizi tam izləsinlər. Bağ hissəsini və evin arxasından bir dənə düzünə hasar çəkiləcək. Belə panoramadan izləyicilərimiz izləsinlər, fikir verin. Böyük bir ev eşiyidir. Və inşallah keçid edirik, evin içərisini sizə təqdimatını edək. Buradan da eynən təkrar bir giriş hissəsini göstərərsiniz, izləyicilərimiz tam rahat bir şəkildə izləyə bilsinlər. Yəni zəhmət olmasa buradan da göstərin. Bu hissəni göstərin. İzləyən maşın rahat bir şəkildə daxil olur. Bakın buradan bir dənə təkrarını göstərək. Biz orada keçmədik. Buradan göstərin belədir. Gözəl bir bağı var, səyirəli bir bağı var. Və inşallah keçid edirik evin içərisinə. Və evin içərisini göstərək sizlərə. Burada giriş hissəsidir, gördüyünüz kimi. Və ikinci mərtəbəyə qalxmağa yeri var, oranı da göstərəcək. Keçirik inşallah. Evin içərisini sizlərə təqdim edək. Ya təcili satı qiymət 108.000 manatdır. Reallıq olarsa indirim olunacaq. Və enli bir koridoru var. Və koridordan ayrı-ayrı otaqlardır. Otaqları sizlərə göstərək. İlk öncə zalımızdan başlayaq. Buranı göstərək. Bax, bu yataq otağını göstərək. Belə bir yataq otağı var. Və keçid edirik. Zal hissəsini göstərib, gözəl belə bir zalı var. Yəni şəxsi tikilidir. Və digər otaqlarımızı göstərək. Otaqlar da yəni kiçik otaqlardır. Böyük otağı var. Bu otağı göstərək. Və digər otağımızı təqdim edək. Və qeyd etdiyimiz kimi bir zal, 3 yataq, bir mətbəxdən ibarətdir. Və mətbəx hissəsini də göstərək sizlərə. Əşyalar ola bilər ki, qalsın. Yəni, turucu bir hissəsi də ola bilər qalsın. Və sanucelini göstərək. Sanuceli, böyük bir sanuceli var. Və mansard hissəsinə qalxaq. Mansard hissəsini sizlərə təqdim edək inşallah. Və qeyd eləmişdim, orada da açıq eyvanı var. Açıq eyvanı da sizlərə göstərəcəm, təqdim edəcəm inşallah. Gəl açıq eyvanını göstərək, sonra mansardı. Mansard demək olar ki, hazırdır. Xırdapalı işləri qalıb, belə deyək də. Bax, buranı da göstərək, sizlərə təqdim edək. Və qeyd etdiyim kimi, kim istəsə, yığıb balyaska da vura bilər, ya mərcərdən də istifadə edə bilər. Hündür bir ərazidir, yeri də yaxşıdır. İzləyicilərimiz indi bilənlər bilir, Albalı marketdə gözəl ərazidir. Havasına görə bənzəyir. Burada böyük bir mansarddır, fikir verin. Böyük bir mansard. Mansardın demək olar polu hazırdır. Hətta divarlarda işıqlandırmalar, işıqların xətlərinə qədər qoyulub. Sadəcə olaraq bu hissəsi qalır. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Albalıda Vişnovkada Nihat marketə yaxın, qapısına qədər asfalt və tam yola yaxın belə deyək. 7 sot torpaq sahəsinin üzərində 2 mərtəbəli, hardasa 3 kvadrata yaxın olur. Bağlanmasının bir gözəl fürsətdir. Aşağıda qeyd etdiyimiz kimi bir zal, 3 yataq, bir mətbəx, yuxarıda böyük bir mansard.
Sənəd bələdiyyədir, kommunallar var, əşyalar cüzi olabilsin, qalsın. Və qiymət təcili satılımı 108.000 manat. Və səhifəmizi izlədiyiniz üçün Aşağı Amerika Əməkdaşlar rəhbərinin sizlərdən təşəkkürümüzü bildiririk.